Azərbaycanda xüsusən, Səfəvi ailəsinin, eee, türklüyü haqqında ciddi cəhdlə bunu sübut eləməyə çalışırlar ki, heç bir mənbəyə, heç bir dəlilə əsaslanmır. Tam əksinə, bunun əksini sübut eləyən Bəli, dəlillər var. Birincisi odur ki, Səfəvilər türklüyü heç özlərinə yaraşdırmayıblar. bəli, Yaraşdırsaydılar, öz soylarını aparıb İmam Musa Kazıma bağlamazdılar. bəli, Necə ki, biz bunu məsələn digər türk dövlətlərində görürük və məsələn tarixdə mövcud olmuş, istər Azərbaycanda, istər qonşu dövlətlərdə, məsələn Osmanlı ailəsinin, eee, 24 Oğuz boyundan qayılara mənsub olduğu bilinir. bəli, Aşıq Paşazadənin Təvarix Ali Osman əsərində də, Osmanlı ailəsinin ulu əcdadı olaraq Oğuz xaqan, yəni Metex xan bəli, göstərilir. bəli, Yəni Osmanlılar öz bəli, soylarının türk olduğu ilə bəli, fəxr eləməsələr belə bunu açıq-aydın şəkildə bəli. özlərini şəkər olduğu Tutanmırlar, günləri bəli, etiraf edirlər. bəli, Səlcuqlu ailəsinin biz 24 Oğuz boyundan qaldıqları mənsub olduğunu bilirik. Nadir Şahın Əfşara olduğunu bəli, bilirik. Ağa Məhəmməd Şahın Qacar olduğunu bilirik. bəli, Əmir Teymurun Qıpçaq, Barlas qəbiləsindən olduğu bəli, bu haqda tarixi dəlillər var. Lakin Səfəvilərin hansı Oğuz boyuna mənsub olduğu haqqında bir tək kəlmə belə yoxdur bəli. mənbələrdə. Bu da məsələnin bir digər tərəfidir.